son illərdə Xamneyi kəndi oğlu, şimdiki Müştəbə Xamneyi dəfələrlə istədi ki, Məclis Xubirqanda kəndi yerinə seçdirsin. Uzmanlar məclisdə olan əyatullalar buna imkan vermədilər. Xamneyinin belə qərarına qarşı çıxdılar. Müştəbanın dini lider olmasının qarşısını aldılar. Belə bir İranda olan yapılanmadan danışırıq ki, bu yapılanma dış güclərin cirit atdığı bir bölgədir. Və aynı zamanda bu dış güclərin cirit atdığı bölgədə təbii ki, Qacarlar dövründən İran devlətinin içərisində də xalqa bağlı. Qacarlar imperiyasından öncəki imperiyaların da ənənəsini davam etdirən bir bürokrasiya da qalırdı. Onlar da bu və digər formada zəif olsalar da kəndlərini qoruyurdular. Kəndi mövqələrini itirməmək üçün ayrı-ayrı güc mərkəzlərindən də müəyyən əməkdaşlığa gedirdilər. Bugün İranın biz yapılanmasını tam mənada xəritəsini cızsaq, bu bölgədə söz sahibi olan birinci yerdə Moskvadırsa, ikinci yerdə İngiltərədir, üçüncü yerdə Mossad, İsrail və nəhayətdə çox az bir gücdə kəndisini qoruyan bir Amerika var. Çox az gücdə var deyə bilirdik. Savaşa qədərki dönəmdən danışıram, son savaşa qədər. Və təbii ki, Avropa dövlətləri içərisində də bölgədə ticari ilişkilərdən dolayı ayrı-ayrı güc mərkəzləri də çalışırdı ki, onlardan biri də Fransa idi. Fransa da daha çox son dönəmlər İngiltərə ilə birgə hərəkət edir. Bu baxımdan Amerika-İsrail savaşında İngiltərə və Fransa onlara dəstək vermir, daha çox neytral qalmağa çalışırlar. Biz bunun bütün əlamətlərini görürük. Amma onlara qarşı tam mənada dirənən bir Rusiya var ki, bugünkü Xamneyinin siyasi kursunu qoruyan, onun yanında duran Moskvadır. Bəncə, Müştəbə Xamneyinin də seçilməsində birbaşa Moskvanın rolu olmuşdur. Çünki devrim mühafizələri ordusunun qurulmasında, devrim mühafizələri 1979-cu ildən sonra qurulduğuna görə ən yetkili güc Moskvadır. Bu gücün içərisində az sayda bir İngilis bağı olsa da, bir Mossad bağı olsa da çox az. Amma əsas güc qəbul etmək lazımdır ki, Moskva gücüdür. Ona görə də devrim mühafizələrinin birbaşa təsirinlə, gücünlə, istəyindən Məclis Xubirqan Xamneyi öləndən sonra, Seyid Əli Xamneyi öləndən sonra onun yerinə kimsəni seçməyə çox zorlanırdılar. Nəhayətdə Müştəbə Xamneyi seçildi. Bu da ondan xəbər verir ki, Müştəbə Xamneyinin seçilməsində Moskva devrəyə girdi və devrim mühafizələrinin birbaşa rolu ilə Müştəbanı seçdirə bildilər. Bugün də Müştəba devrim mühafizələrindən bir yerdədir və aynı zamanda Cumhurbaşkanı Pezeshkian da daha çox onlarla əməkdaşlıq edir, sıx işbirliyindədir. Digər qüvvələr arasında bir sıxıntılar var. O sıxıntılar İngiltərə dövrəyə girmədiyinə görə hələlik hiss olunmur. Əgər İngiltərə dövrəyə girərsə, İran içərisində bir sıxıntı yaratmaq istəyərsə, təbii ki, İran rejimi içərisində ikinci bir cəbhə açılmış olar. Bugün Amerikada daha çox NATO bizə dəstək vermir, savaşmır dedikdə, əslində onun niyyəti İngiltərədir ki, siz bizə dəstək verin, içəridə rejimi çöktürə bilək mesajını verir. İngiltərə də hələlik belə bir siyasətin içində yer almağa çalışmır. Daha çox susqunluğunu qoruyur, neytrallığını qoruyur, adamlarını qorumağa çalışır ki, içəridə onlar əzilməsinlər. Mən düşündüyüm qədər Larijani də daha çox onlara bağlı olan bir gücüydü və bu baxımdan da içəridə bir sıra ilərdə dünya dövlətləri, gücləri arasında fərqli bir anlaşmalar olarsa, İranda da fərqli bir sıxıntılar yarana bilər. O yüzden biz İran'ı her gün daha iyi öğrenmeli ki, qonşumuz deyil, öz topraklarımızda olan bir yapılanma ilə bağlı bir sorunlar çıxarsa, millətimiz o bölgədə əzilməsin, daha çox böyük dağıntılardan uzaq durmuş ola bilsin. Ona da bizlər çalışmalıyıq. Azərbaycan Cumhuriyyəti və Türkiyə Cumhuriyyəti millət olaraq da hepimiz bu işin içərisində yer almalıyız.